Ancaq sənsən ilahi. Gözləyirsən ki, hər gecə gələk, danışaq sənlə. Bizi eşitməyə hazır olan bir dənə sənsən. Heç kəs bizi eşitmək istəmir. Biraz danışandan sonra, dərdləşəndən sonra yorulur. Dostlar da yorulur. Amma bir dənə sənsən ki, deyirsən, hər gecə gəl, dərdlərimi danış, səbrim var sənə, axıracan qulaq asacam. Axıra qədər qulaq asacam. Sən demirsən heç vaxt ki, yəqin bizə deməzsən ki, səni eşitmək istəmirəm. Yəqin ki, belə deməzsən. Sən heç vaxt məndən üst çevirməyən dostsan. Mən nə qədər günah eləsəm də, sən Allahlığından əl çəkmirsən. Heç vaxt əl çəkmirsən. Birdən desəm mənə ki, get səsi eşitmək istəmirəm, başıma haranın külünü tökə bilərəm. Bəs başqa hara gedim? Səndən başqa kimin var? Əleyhissalam necə deyir Kumeyl duasında? Mən li qeyruk, ilahi səndən başqa kimin var? Hansı qapıya gedim? Bir qapı varmı gedim? Səndən başqa kim bağışlaya bilər? Kimin gücü çatar bağışlasın?